İsrail ordusu cümə günü bildirdi ki, İsraili hədəf almaq üçün yerləşdirilmiş İranın bütün balistik raketləri buraxılmazdan əvvəl məhv edilib. Hərbçilər bildiriblər ki, İranın pilotsuz təyyarə hücumu raket buraxılışı ilə müşayiət olunmamasının səbəbi budur. İran cümə səhəri İsrailin nüvə proqramı və balistik raket obyektlərinə qarşı hava zərbələri dalğasından sonra pilotsuz təyyarə zərbələri endirib. İsrail Müdafiə Qüvvələri bütün pilotsuz təyyarələri vurub-vurmamasını təsdiqləmədən İranın pilotsuz təyyarə hücumlarına nəzarət etdiyini bildirib. İsrail ordusu cümə günü keçirdiyi hava zərbələri nəticəsində Qərbi İranda onlarla radar və yer-hava raketi buraxılış qurğusunu məhv etdiyini bildirib. Cümə günü verdiyi bəyanatda İsrailin baş naziri Benyamin Netanyahu İranın balistik raket proqramının ürəyinə zərbə endirdik deyib. Bu həmçinin bildirib ki, ordu İranın Natanzdakı əsas zənginləşdirmə müəssisəsini və İran bombası üzərində işləyən aparıcı nüvə alimlərini hədəf alıb. Qeyd etmək lazımdır ki, İsrailin hədəfə alınmış zərbələrindən sonra İranın ali rəhbəri Ayətullah Əli Xamneyi İsrail hücumunda həlak olanların yerinə inqilab keşikçiləri və silahlı qüvvələrin yeni rəhbərlərini təyin edib. Cümə günü səhər İsrail İranın paytaxtına zərbələr endirib. Bu zərbələr ölkənin nüvə proqramını hədəf alıb və yaxın şərqin iki qatı düşməni arasında topyekun müharibə potensialını artırıb. Bu, İranın 1980-ci illərdə İraqla müharibəsindən bəri üzləşdiyi ən əhəmiyyətli hücum kimi görünür. Ölkənin müxtəlif yerlərində bir neçə obyekt vurulub. İsrail ordusu bildirir ki, İrana qarşı davam edən zərbələrdə 200 qırıcı təyyarə istifadə olunub. İDRF sözçüsü Efi Gefrin canlı brifinq zamanı deyib. İran boyunca 100-dən çox hədəf vurulub və əlavə edib ki, 330-dan çox müxtəlif sursat artıq atılıb. Evrin bildirib ki, İsrailin zərbələri dəqiq və sinxronlaşdırılmış əməliyyatın bir hissəsi idi və pilotları hələ də İranın müxtəlif bölgələrində hərbi hədəfləri və nüvə proqramından olan hədəfləri vurmaqda davam edir. İsrail bildirir ki, hədəfə alınmış zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Məhəmməd Baqirini və yüksək rütbəli nüvə alimlərini öldürüb. Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən bir rəsmiyə istinad edərək məlumatda deyilir. İranın baş qərargah rəisi və yüksək rütbəli nüvə alimlərinin ilkin zərbədə zərərsizləşdirildiyi ehtimal olunur. İran İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami iyunun 13-də baş verən geniş miqyaslı zərbələr nəticəsində həlak olub. İranın İslam Respublikası xəbər agentliyi bildirib ki, İslam İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami Tehranda İsrail zərbəsi nəticəsində öldürülüb. Yüksək rütbəli İslam İnqilab Keşikçiləri Korpusu komandiri Qulam Ələşid, habelə ən azı 2 nüvə rəsmisi Fereydun Abbasi və Məhəmməd Mehdi Tehrançı da hücumlarda həlak olublar. Baş nazir Benyamin Netanyahu bildirib ki, Yüksələn Aslan əməliyyatı İranın Natanzdakı əsas zənginləşdirmə müəssisəsinin nüvə alimlərini və onun İranın balistik raket proqramının ürəyi adlandırdığı yeri vurub. پادگان قلم‌آلودی اینجا
ساعت الان 3:37 ورودی فرحزاده پایین به ساختمون مسکونی زده شده. زدن آتیش دیدی؟ جنگ کجا بود؟ Onuncu ayrıca da hücum briqadası Edelveys hücumu uğurla dəf edib və Rusiya tərəfinin bir hissəsini ələ keçirib. Bu briqada Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının tərkibindədir və 2015-ci ildə Belaya Çerkov şəhərində yaradılıb. Məlumatda hücumun uğurla dəf edildiyi və düşmənin bir hissəsinin ələ keçirildiyi təsdiqlənir. Bildirilib ki, Ruslar hücum zamanı 19 motosiklet, 3 yük çantası və bir piyada taqımı istifadə ediblər. Atəş zərbələri nəticəsində irəliləmə cəhdləri dayandırılıb. Hücum qrupları itki verib, 3 nəfər əsir alınıb, 18 nəfər ölüb, 5 nəfər yaralanıb, 3 motosiklet və 3 çanta məhv edilib. Xatırladaq ki, Rusiya tərəfinin motosikletlə hücumlarının əksəriyyəti uğursuzluqla nəticələnir və bu çox zaman əskərlərin və texnikanın böyük hissəsinin itkisi bahasına başa gəlir. Rusiya tərəfinin zirehli texnika ilə davam edən hücumları da baha başa gəlir. Hazırda Rusiya ordusunun itirdiyi nəqliyyat vasitələrinin 90%-ni mülki motosikletlər, avtomobillər, mikroavtobuslar və yük maşınları təşkil edir. Amma bu, onların hər həftə onlarla tank və döyüş maşını itirmədiyi anlamına gəlmir.